Bugün 7 noyabr Salyan rayon Qızıqaç kənd şəhidi Şıxəliyev Nurəddin Əfrəddinoğlunun anım günüdür. Allah Taala şəhidimizə rəhmət eləsin. Bugün kəndimizdə şəhidimizin əziz xatirəsi yad edildi. Allah Taala bütün şəhidlərimizə rəhmət eləsin. Eğilmeyen hübarımsan, uçağına canım kurban Azerbaycan. Bir de getirip onun barmağını. Ben de gitti. Nakam oldu. Bugün onun 5. illik dönümüdür. Ne diyeyim? Arzuları da özüyle gitti. Cəmi şəhidlərimizin məkanını uca eləsin. Döyüş yolları Füzulidən başlayıb Şuşada rayonların hamısında iştirak edib. Şuşada şəhid oldu. Bugün onun xəbəri gəldi. Anası ölmüşə çatdı. Əmlərinə çatdı. Bugün bizim ölüm günümüzdür. Biz də onunla bərabər məzara getdik. Çox da həyatdayıq, yerin üstündəyik, ancaq ölüyük biz də. Biz də onunla bərabər məzardayıq. Arzusu böyük idi. Həmişə deyirdi ki, mən qardaşıma ev tikeyim, burada qalmayayım. Çantası bağlı qaldı. Gedəcək yolu çox uzaq idi. Ancaq hamısı bağlı qaldı. İndiyəcə də sumkası bağlıdır. Bağlı qaldı, açılmadı. İstədiyi qız var idi. Mənə dedi, get sən ona deyinə, razılığını al. Deyim, o balacada xədi deyil, nə olsun balacadır. Mən nişan taxaram, gözləyərəm. Neçə il olsa da gözləyərəm. Onun o nişan şalı da onun boynuna atmışam. Attım onun boynuna. Ondan yadigar qalsın ona. Onun ürəyində getdi o arzularda. Zigi də gətirib onun barmağını. Mən bir əmi kimi fəxr edəcəm ki, belə bir əmi oğlumuz var. Ki, onun bütün uşaqlıq dövrü mənim göz qabağında olub. Çox içi uşaq olub. Ailə canlı idi. Həmişə qohum əqrəbaya tez-tez gəlir. Harasa gedirdisə, həmişə gəlib ata, babasına, nənəsinə, əmlərinə hamısına başlayırdı. Allah kömək olsun. O çox vətənpərvər uşaq idi. O həmişə deyirdi ki, mən də gedib Qarabağı iştirak edirəm, oranı azad edirəm, Şuşaya gedib çatar. Arzusu idi ki, Şuşada getsin, bayrağı qaldırsın. Düzdür, gedib Şuşaya çatan günün bir gün qalmışdı, Qarabaya şəhid oldu. Allah bütün şəhidləri rəhmət eləsin. Allah prezidentimizin canı sağ eləsin. Şəhidləri heç vaxt yaddan çıxartmıyor, şəhidlərə. Onlara həmişə qayğısı keçidir. Allah kömək elər. Mən də bir əmi kimi fəxr edirəm. Bugün bu şəhidimiz bizim şagirdimiz olur, sevimli şagirdlərimizdən olur, sevimli uşaqlardan olur. Demək, 44 günlük müharibə vaxtı ən böyük zirvəyə, ən böyük insanlıq zirvəsinə. Və dediyim kimi, şəhidlər əbədidir, daimi yaşayandır, daimi ruhu bizimlə olan insanlar. Allah onların yorlar nurla dolsun, o dünyaları versin. Əbədi olaraq şəhidlər yaşayan insanlar. Allah rəhmət eləsin. Torpaqlarımızın işğaldan azad olmasına görə başda cavab verildiyimiz Ali Baş Komandan İlham Əliyev olmaqla Qarabağda tarix yazan əsgərlərimizə, zabitlərimizə, rəşadətli ordumuza, Qarabağ qazilərimizə təşəkkür edirəm. Allah rəşadətli ordumuzu qorusun. Qan olmadı da 44 günə gəldi bu böyük zəfər. Qarabağ bizim hamiləcə Azərbaycan zəfəri mübarək. Qanla tarix yazdı şanlı ordumuz, zəfərlə taclandı milli ruhumuz, özünə qayıtdı cənnət ordumuz, artıq qabağımı çiçələnəcək, Azərbaycan zəfər günü mübarək. Dastan yazdı hər zabitin, əskərin, dağıtdı düşmənin, postun səncərin, qarşında diz çöktü məvur düşmənin, hər zaman qarşında tir-tirsəcək, Azərbaycan zəfər günü mübarək. Vətənin yolu açıldı, bağlanmış qolu açıldı, dünyaya zəfər çatdı, sən qalibsən Azərbaycan.
Tarixi yazan şəhidlər 44 gün düşmənə qəhrəmanlar çəkdi dağ. 30 il ayrı qaldıq, həsrət bitdi Qarabağ. İləri atdım bülbül çəngəl qazar, Laçını şarı geri aldılar. Əsil saat göstərib onlar birlikdə dünyanın səsi saldılar. 44 günlük müharibə şanlı tariximizdir. Şah qalasında Cəbrayıl Xocaməli Ağdam, Ağdərənin səmasında. Bizə zəfər yaşatdı, igid oğullarımız, hər birini anırıq, minnətdarıq hamı. Bəs tarixdən qaldı yaddaşda, bizimdir əbədi torpaq dağdaşda, sevi millət, bu cür zəfər gördür, aşağıda igidlər əngəl olsa da. Nurəddin mən sinifimin şagirdi olub. Çox çətinli, həqiqətən çox ağıllı, sakit, tərbiyəli bir uşaq olub. Allah onun anasına səbir versin, yaxınlarına səbir versin. Yəni biz başqaları onun yerinə yanırıqsa gör onun valideynlərinə çəkir. Allah səbir versin. Allah kömək. Daim başınızı uca tutun. Bizim 30 illik torpaq həsrətimizi sizin oğullarınız həll elədi. Bütöv Azərbaycan onların qarşısında baş əyir. Allah rəhmət eləsin. Dilim də gəlmir bunlara rəhmət etmək. Çünki bunlar ölməz. Şəhidlər ölmür, vətən bölünmür. Bu şəhidlər də bizim vətənimizin bölünməməzliyi uğrunda şəhid olublar. Allah rəhmət eləsin. Hamımıza Allah səbir versin. Hamımızın qarşısında baş əyirəm. Noyabrda Salyan 4 şəhidini qarşıladı. Artıq bugündən 5 il ötdü. Allahdan analara səbir diləyirəm. Bir tek onu deyə bilərik ki, ruhları şad olsun. Tarix yazdılar, böyük qələbəyə imza atdılar. Zəfər bayramını görmədilər. Amma 8 noyabr, 9 noyabr bayraq günü. Bu bayrağın yüksəklərdə dalğalanması üçün biz bu şəhidlərə, bu şəhid ailələrinə, qazilərimizə, şəhidlərin şahidləri, veteranlarımıza borcluyuq. Allah sizdən də razı olsun, eldən obadan razı olsun. Şəhid olanda yox, şəhid unudulanda ölür. Çalışaq, bir olaq, birlikdə olaq ki, unudulmasınlar. Çünki tarix yazdılar, Azərbaycanın bütövlüyü uğrunda can qoydular. Azərbaycanın müstəqilliyini bu oğullar əldə etdi. Cənab Ali Başkomandanın siyasəti nəticəsində və bu oğulların canı bahasına. Bu oğullar bizim torpaqda yatan xəzinələrimizdir. Biz xəzinələrimizlə qürur duyuruq. Və içində vicdan səsi olan hər kəsdən bir söz deyərəm. Anaları, ailəni tək qoymuyor. Şəhidlərin əmanətlərini tək qoymuyor. Çünki şəhidlər şəhid olanda yox, unudulanda. Çalışaq, yaşasınlar, əbədi yaşasınlar. Rəhmət eləsin. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Vətən uğrunda can qoyublar. Allah bütün şəhidlərimizə rəhmət eləsin. And verirəm Allah'ı öz izzət dəlalına, bu cəmiyyəti bir-birinə möhriban eləsin. Xəta bəladan uzaq olsunlar. Hökumətimizin sakit möhribançılığı Allah yerin göğün arasında yetirsin. Hökumətimizə can səlaməti versin. Həyat belə bizə başladım. Qismətimiz belə gəldi. Sağ ol, səlamət olun. Allah sənin qollarına olan versin. Azadlığa çıxartmaq haqqında mən fəxr edirəm Azərbaycan. Fəxr edirəm ey prezidentimizə ki, dünyanı azadlığa çıxartsın. Hər bu şirinliyimizdə yaşadan şəhidlərimizə Allah rəhmət eləsin. Ali Başkomandanımız prezidentimiz Allah can sağlığı versin və uğurlarını Allah bol eləsin ki, qalan günlərimizi zəfərdən zəfərə getməyə Allah təala bütün xalqımıza, dövlətimizə nəsib eləsin. Müəllim Allah